Bu Python kodlaşma dilindən danışdınız. Yəni bu hərəkətə gətirmək üçün o proqram təminatının yazılması. Bəs bu mütəxəssislər o tələblərə cavab verirlərmi? Yəni siz necə seçirsiniz o mütəxəssisləri? Məktəbdə çalışan müəllimlər mi olur, yoxsa kimsə istəsə bu sahədə bacarığı olan şəxs müraciət edib gəlib bu layihədə iştirak edə bilər? Bu müəllimlərin seçimi məsələsi bu hal-hazırda belə tənzimlənir. Deməli, Məktəbəqədər və Ümumi Təhsil Agentliyi tabeçiliyindəki qurumlara müraciət edərək məktəblərin, əlbəttə ki, biz proqramları əvvəlcədən veririk və onların barədə məlumatları var. Məktəblərin ehtiyaclarını, kadr ehtiyaclarını müəyyən edir və həmin kadr ehtiyacları müəyyən olandan sonra məktəblər müvafiq qaydada daha yuxarı icra strukturuna bu məlumatları ötürür və bizə təqdim olunur və biz həmin müəllimlərin təlimini həyata keçiririk. Onlar necə müraciət edirlər? Birbaş regional idarələrə bunun üçün məktəblərə müraciət edirlər. Aydın. Onlar sonradan təlimə cəlb olunurlar. Məktəb öz ehtiyacını müəyyənləşdirir, müraciət edir regional təhsil idarəsinə, o öz növbəsində Məktəbəqədər və Ümumi Təhsil Dövlət Agentliyinə, Ümumi Təhsil Dövlət Agentliyi göndərir təhsil institutuna, təhsil institutu bu təlimləri həyata keçirir.